Salam uşaqlar. Deməli bugün keçirilmiş biologiyadan OTK suallarının izahına baxacağıq. Elə vaxt itirmədən gəlin həmin sualların izahına başlayaq. Deməli, birinci sualımızda deyilir ki, insanın Ruşeymində rast gəlinmir. İnsanın Ruşeymində baxın, biyogenetik qanun var idi ki, ontogenez filogenezin qısa təkrarıdır. O zaman çoxlu süd vəzlərinə rast gəlinəcək. Qəlsəmə yarığına da, quyruq fəqərələrinə də, 2 kameralı ürəyə də rast gəlinəcək. Amma insanın Ruşeym dövrü 2 ay davam edir. Tük örtüyü isə 3-4 aylığından çıxmağa başlayır. Deməli, Ruşeym dövrü artıq onun tük örtüyünə yaranmasına gəlib çatmayacaq. Ruşeym dövrü 2 ay davam edir, amma tük örtüyü 3-4 aylığından yaranmağa başlayır. Deməli, 2 ayın içinə tük örtüyü daxil olmayacaqdır. Rast gəlinməyəcək. Ona görə də burada doğru cavab olacaqdır. B variantı. Endoderma Ruşeym vərəqindən yaranmır. Dərinin dermaqatı endoderma Ruşeym vərəqindən yaranmır. Doğru cavab olacaqdır. A variantı. Digər hər biri endodermadan yaranır. Əgər burada yadınızdan çıxan bir şey varsa, 11-ci sinifdə Ruşeym vərəqələrini açıb bir də qəşəng-qəşəng oxuyursunuz onu. Üçüncü suala baxaq. Deyir ki, qadında 28 günlük aybaşı siklinin ikinci fazasında uşaqlıqda hansı proses baş verir? Baxın, aybaşı sikli 3 fazadan ibarətdir. Aybaşı fazası, aybaşından sonraki faza və sarı cisim fazasından ibarətdir. İkinci faza, deməli, sonraki faza nəzərdə tutulur. Burada A variantında sarı cismin formalaşması deyil. Xeyr, bu üçüncü fazaya aiddir ki, ovulyasiyadan sonra, follikul partladıqdan sonra onun yerinə müvəqqəti daxili sekresiya vəsi olan sarı cisim gəlir. Uşaqlıq divarının bərpası. Bəli, artıq birinci fazada uşaqlıq divarı qopub düşdü. İkinci fazada isə o yenidən bərpa olunmağa, yenidən yavaş-yavaş qalınlaşmağa başlayır. Yumurta hüceyrənin tam yetişməsi, xeyr, bu ikinci fazaya aid deyildi, üçüncü fazaya aid. Uşaqlığın seliklik işarəsinin dağılması birinci fazaya aiddir. Mayalanma da ovulyasiya dövrünə aid edilir. Demək olar ki, yəni üçüncü fazaya keçəndə, bəli, ovulyasiya dövrünə aid edilir. Ona görə burada doğru cavab B variantı olacaqdır. Dördüncü suala baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Kələm kəpənəyi və bir də bizə güvə verilmişdir. Dişinin somatik hüceyrəsinin nüvəsində. Əvvəlcə gəlin qeyd eləyək görək, kələm kəpənəyinin dişisi erkəyi necədir? Bir də güvədə dişi və erkək necədir? Kəpənəkdə erkəyi deməli XX-dir. Dişisi isə nəyə bərabərdir? X, Y-ə bərabərdir. Güvələrdə isə güvələrin erkəyi yenə X, X-dir. Dişilərində də nə olacaq? X 0 olacaq. Yəni ki, cinsiyət hüceyrələrindən biri olmayacaqdır. Aha. İndi gəlin baxaq. Deyir ki, dişinin somatik hüceyrəsinin nüvəsində bir cinsi xromosom olur. Bax, bu güvələrə aiddir. Kəpənəkdə hər ikisi var. X da var, Y da var. Amma güvələrdə isə yalnız bir dənəsi var. Digəri 0-dır. Yəni yoxdur. Bunu aid edəcək güvəyə 2 aiddir 1. Pulcuq qanadlar dəstəsinə aiddir. Bunların hər ikisi pulcuq qanadlar dəstəsinə aiddir. Erkəkləri homogametdir. Bax, hər ikisinin erkəkləri həm kəpənəkdə, həm də güvədə homogametdir. Yəni ikisi də X-dir da, homogamet bu deməkdir. Ona görə də 2 və 3-ü də bura aid eləyəcəyik. Deməli, sonra sürfələri yum məhsullarını körləyir. Bu güvələrə aiddir. Güvələrin sürfələri yum məhsullarını körləyir. Dişinin karyotipində Y cinsi xromosom olur. Dişidə Y olan nədir? Bax, görürsünüz ki, kəpənəkdə dişidə biri X-dir, biri də Y-dir. Amma güvələrdə biri X-dir, biri 0-dır. Ona görə də bu da kələm kəpənəyinə aid olacaqdır. 5. Deməli, 1-ə 5, 2-yə 1, 4, 3-ə də 2, 3 doğru cavab A variantı olacaq. Davam edək. Deməli, deyir ki, xəstəliklərdən hansına qarşı vaksin vurulmur? Baxın, uşaqlar, vaksin, əgər ki, bu xəstəlik keçiricidirsə, yəni keçici bir xəstəlikdirsə, ona qarşı vaksin vururlar. Məsələn, vərəmdir, tetanusdur, poliomiyelit, qızılçadır. Poliomiyelit onurğa beyin hərəkə yollarını zədələyən bir virusdur, qızılçadır. Amma ateroskleroz xəstəliyi isə damarlarda piyin toplanmasıdır. Sən buna nə vaksin vura bilərsən ki, yəni onunla vaksinin nə əlaqəsi var da, yəni məntiqlə düşünsəz, ona görə də burada ateroskleroz xəstəliyi olacaqdır. Ağ planarinin sinir, yəni belə keçici xəstəlik deyil də ateroskleroz. Ağ planarinin sinir hüceyrələrində baş verən mutasiyalar irsən ötürülə bilərmi? Baxın, ağ planarinin sinir hüceyrələri somatik hüceyrələrdir. Normalda əslində somatik hüceyrələrdə baş verən mutasiyalar irsən ötürülmür. Amma bir halda ötürülə bilər. Nə zaman? Əgər o vegetativ yolla çoxalarsa. Deməli, ağ planaridə də ötürülə bilər. Əgər fragmentasiya yolu ilə çoxalarsa, ötürüləcəkdir. Yəni, fragmentasiyada zaten bədən hissələrinin ayrılması yolu ilə çoxalmadır. Ona görə yalnız bu halda ötürülə bilər. 7-ci suala baxaq.
Maddələrin cansız təbiətdən canlı təbiətə axını hansı orqanizmlər təşkil edir? Bunlar produsentlərdir. Produsentlər nə edir? Cansız maddələri, yəni alırlar, onları üzv maddələrə çevirirlər və bu üzv maddələrdən də digər, yəni canlılar onlarla qidalanır. Produsentlərdir, konsumentlərdir, redusentlərdir. Yəni redusentlər nə edir? Parçalayır. Zaten siz zəncirə fikir verəndə birinci produsent gəlir, bitkilər. Fotosintez edənlər, sonra konsumentlər, ən axırda da parçalayıcılar, cansız maddələri çevirənlər, üzv maddə parçalayan redusentlər gəlir. Redusentlərdən tezdən ox qayıdır produsentlərə. Ona görə də burada A variantı olacaqdır. Cədvəldə müxtəlif müasir heyvan növlərinin xüsusiyyətləri verilmişdir. Verilənlərə əsasən yanlış olanı müəyyən edin. Aha, buranı silək. Yanlış olanı müəyyən edin. Deməli deyir ki, X canlısının ifrazatı həzm sistemi ilə bağlı olur. Baxaq görə X canlısında həm ağciyər və traxeya ilə tənəffüs edir. Daxili skeleti də yoxdur. Deməli bu hörümçək kimilərdir? X hörümçək kimilərdir. Çünki həm ağciyər, həm traxeya, bir də daxili skeleti də yoxdur. Və hörümçək kimilərin Malpighi boruları olduğuna görə onların ifrazatı həzm sistemi ilə bağlı olur. Bu düzdür. Bizdən yanlış istəyir. K canlısının ürəyinin mədəciyində natamam ara kəsmə olur. K canlısı ağciyər və dəri ilə tənəffüs edir. Daxili skeleti var. Deməli söhbət qurbağadan gedir. Ürəyinin mədəciyində natamam ara kəsmə olur. Bu yanlışdır. Çünki qurbağaların ürəyində natamam da olmur, tam da olmur. Ümumiyyətcə ara kəsmə yoxdur. İlk dəfə natamam ara kəsmə yaranmışdır sürünənlərdə. Digərlərinə də hər ehtimala qarşı baxaq. K canlısında qabırğa arası əzələlər olmur. K canlısı dediyimiz kimi qurbağadır. Qabırğa arası əzələlər olmur. Çünki döş qəfəsi yoxdur. X, Y canlısı eyni tipə aid ola bilər. X ağciyər və traxeya, X hörümçək kimilərdirsə, Y də onca xərçəng kimlər olacaq. Bunlar hər ikisi buğmayaqlar tipinə aiddir. Bəli, ola bilər. Bu da doğrudur. Z canlısının borulu sinir sistemi vardır. Z canlısı qəlsəmə ilə tənəffüs edir və daxili skeleti. Məsələn, tutaq ki, Z canlısı balıq olsun. Balığın da sinir sistemi borulu sinir sistemidir. Yəni xordalı olduğuna görə borulu sinir sistemidir. Bu da doğrudur. Doğru cavab burada yanlış olanı seçindir. O da B variantı olacaq. Davam edək. 9-cu sualda deyilir ki, palıd yarpağının daxili quruluşunu göstərilən hansı hissələrinin hüceyrələrində fotosintez prosesi baş verir? Baxın, el ilə göstərilən sütunvari toxumadır. Xlorofil pigmentə malikdir. Əlbəttə ki, burada fotosintez olacaq da. M isə süngərvari toxumadır. O da yəni az da olsa, yəni xlorofil pigmentə malikdir. Burada da yenə fotosintez baş verəcək. Yəni L ilə M-də 100% baş verəcək. İndi K ilə N-ə baxsaq, əslində şəkildə yaxşı göstərilməyib. K ilə N-i necə edirsiniz? Baxın, yarpaq nə yarpağıdır? Palıd yarpağıdır. Yəni quru bitkisidir. Quru bitkilərində ağızcıqlar harda yerləşirdi? Yarpağın alt hissəsində yerləşirdi. Elə deyil. Və plusdakı İstəyir, birinci ilk baxışdan belə baxsaq, K ilə N dəriciyi göstərib də, elə deyil. Biri üst dəricikdir, biri də alt dəricikdir. Axı, dəricik şəffafdır. Dəricikdə fotosintez prosesi getmir. Yalnız dəriciyin özündə olan ağızcıqlarda fotosintez prosesi gedə bilər. İndi mən hardan bilim ki, K-dadır mı ağızcıq, yoxsa N-dədir mi? Elə palıd yarpağı quru bitkisi olduğuna görə, quru bitkilərində də ağızcıqlar alt dəricikdə yerləşdiyinə görə N-i götürəcəksiniz. Aşağıda olanı götürəcəksiniz. Yəni N olan yerdə ağızcıq varsa ki, orada fotosintez prosesi həyata keçirilir. Doğru cavab B variantı. Element. 10-cu suala baxaq. Somatik hüceyrənin bir nüvəsində cinsi xromosom homoloji cütünə rast gəlinir. Somatik hüceyrənin bir nüvəsində cinsi xromosomun homoloji. Yəni ki, bir dənə cinsi xromosomdan 2 dənə olsun və ya 3 dənə olsun, belə yəni cütə rast gəlinsin. Bax, Down sindromlu oğlan. Down sindromlu oğlanda 21-ci cüt xromosomun birinin artıq olmasıdır. Yəni bu şəkildə olur. Down sindromu 45, oğlandırsa plus X, Y olacaq. Bax, burada biri X oldu, biri Y oldu. Yəni eyni bir cütə, homoloji cütə rast gəlinmədi. İkisi də eyni olmadı. Lejen sindromlu oğlanda, əslində Lejen sindromlu oğlanda 46 xromosom var, yəni 44 plus X, Y-dir. Sadəcə olaraq Lejen sindromlu oğlanda 5-ci xromosomun müəyyən bir hissəsinin itkisi baş verir. 5-ci xromosom itmir ha. 5-ci xromosomun müəyyən bir hissəsi itir. Yəni tamamilə itmədiyinə görə normal bu şəkildə qalır. Amma yenə də nə olsun ki, burada həmin cütlərdən yoxdur. İkisi də eyni olan ya X ya da Y yoxdur. Aha, indi gəldi Klinefelter. Klinefelter sindromu isə X, Y idi. Yəni ümumən belə göstərsək 44 üstə gəlinsin X, Y şəklində olur. Bir dənə X burada artıqdır. Görürsüz, homoloji cütə rast gəldi. Homo nə deməkdir? Eyni deməkdir. İkisi də eyni olan cütə rast gəldi. Deməli doğru cavabımız olacaq C variantı. Digərlərinə də baxaq. Sağlam oğlan, bax bu da elə sağlam oğlanı göstərir. Shershevski-Turner sindromu isə bu 44 plus X0 olur. 44 plus X0 olur. Burada da yenə homoloji cüt yoxdur. Biri X-dir, biri 0-dir. Yəni ikisi də eyni deyil də, onu demək istəyirəm. Ona görə doğru cavab olacaqdır C variantı.
Davam edək. Böreğin struktur vahidi. Böreğin struktur vahidi təbii ki də bunu hər kəs bilir ki, nefrondur. İzah etməyə də ehtiyac yoxdur. Əgər ki bilmirsinizsə həmin ifrazat sistemi dərsini oxuyun, bilin. Doğru kəsmələri müəyyən edin. Deməli, sadə refleks qövsünün 3-cü hissəsi, baxın, sadə refleks qövsünün 3-cü hissəsi dedikdə orada mərkəzi sinir sistemi nəzərdə tutulur. Ona görə də gəlin baxaq görək burada necə olacaq. Deməli, deyir ki, birincidə X hissi neyronun aksonu ola bilər. X hissi doğru kəsmələr istəyir. X hissi neyronun aksonu ola bilər. Bu düzdür. Mərkəzi sinir sistemində hissi neyronun dendritlə cisimləri kənarda, aksonu həm içəridə yerləşirdi, həm də kənarda yerləşirdi. Bizə burada MCS lazımdır. Yəni mərkəzi sinir sistemi lazımdır. Çünki sadə refleks qövsünün 3-cü hissəsi oradır. Hissi neyronun aksonu ola bilər. Bəli, bu doğrudur. Çünki plusda qoyubdur. Y deyir ki, sinir impulsu ara neyrondan keçə bilər. Minus qoyubdur. Əslində burada bu da düzdür. Çünki sinir impulsu ara neyrondan keçə bilər yanlışdır. Belə deyək də, sadə refleks qövsündə ara neyron iştirak etmir. Yalnız burada mürəkkəb refleks qövsündə ara neyron iştirak edir. Ona görə də bura minus qoyduğuna görə, yəni özü də bunu deyir ki, yanlışdır. Ona görə bunu doğru götürürük. Hissi neyronun cismi ola bilər. Z deyir ki, hissi neyronun cismi ola bilər və bura plus qoyubdur. Mərkəzi sinir sistemində xeyr, hissi neyronun cismi mərkəzi sinir sistemində olmur. Mərkəzi sinir sistemindən kənarda olur. Plus qoymalı deyildi. Əslində minus qoymalıydı. Ona görə bu səhvdir. K hərəki neyronun cismi ola bilər. K hərəki neyronun cismi ola bilər və bura nə qoyubdur? Minus qoyub. Deməli, hərəki neyronun cismi ola bilər. Üçüncü, mərkəzi sinir sistemində, bəli, bu düzdür. Hərəki neyronun cismi mərkəzi sinir sistemində yerləşə bilər. Amma bu minus qoyub da. Ona görə də bunu götürmür. Çünki səhvdir. Bura əgər plus olsaydı, o zaman düz olacaqdı. Beşincidə isə deyir ki, bir dəqiqə. Beşincidə deyilir ki, X hərəki neyronun aksonu ola bilər. X hərəki neyronun aksonu ola bilər. Hərəki neyronun aksonu bəli ola bilər. Çünki həm mərkəzi sinir sistemində, həm də mərkəzi sinir sistemindən kənarda yerləşir. Bu doğrudur. Deməli, doğru cavab olacaqdır 1, 2 və 5 Y variantı. Davam edək. 13. Dən meyvənin hansı hissəsi və ya hissələrinin yaranmasında mayalamada bir qamet iştirak edir? Şəklimiz də görünmür. Amma burada elə bir ki, birinci hissə toxum qabığıdır, toxum qabığı. İkinci hissə isə endospermdir. Bu dən meyvənin şəklini siz 6-cı sinifdə həmin mövzunu açın, dən meyvənin, buğdanın dən meyvəsinin quruluşu. Oradan da bir də baxa bilərsiniz. Bu 3, 4, 5 isə Rüşeymin hissələridir. 3, 4, 5 Rüşeymin hissələridir. Mayalanmada bir qamət iştirak edir. Burada demək istəyir ki, mayalanmada mərkəzi hüceyrə iştirak eləsin. Bir də bir dənə sperm iştirak eləsin. Yəni qamətin biri iştirak eləsin. Əgər burada yumurta hüceyrə ilə sperm iştirak eləsəydi, o zaman 2 dənə qamət iştirak eləyəcəkdi. Yəni sən elə düşünməlisən ki, orada mayalanmada bir mərkəzi hüceyrə, bir də sperm iştirak eləsin ki, bir dənə qamət olsun. O qamətin biri də sperm olsun. Ona görə 3, 4, 5-in heç birini götürməyəcəksən. Niyə? Çünki rüşeym yumurta hüceyrə və spermin birləşməsindən əmələ gəlir. 3, 4, 5-in 3-ü də rüşeym olduğuna görə, bizə bir dənə qamət lazım olduğuna görə bunların heç birini götürməyəcək. 1 ilə 2-yə baxaq. Toxum qabığı. Toxum qabığında ümumiyyətcə nəinki bir, heç vəbşi qamət iştirak eləmir. Çünki toxum qabığı ana bitkinin özünə məxsus olan bir şeydir. Yəni hər hansı bir mayalanma nəticəsində yaranmayıbdır. Ona görə də biz biri də götürmürük. Çünki ən azı bir qamət iştirak etməlidir. Toxum qabığında vəbşi heç qamət iştirak eləmir. İkinci isə endospermdir. Bəli, endosperm nədən yaranırdı? Mərkəzi hüceyrə və spermin birləşməsindən yaranırdı. Deməli, bir dənə spermimiz var. Mərkəzi hüceyrə qamət deyil. Burada təkcə qamət spermidir. Ona görə də yalnız olacaqdır 2D variantı. Davam edək. 14. Şəkildə müxtəlif tozlanma formalarına uyğun ifadələri müəyyən edin. Birincisi öz-özünə, ikincisi isə çarpaz tozlanmadır. Çiçəyin əsas orqanları eyni vaxtda yetişməlidir. Bu təbii ki də öz-özünə tozlanmadır. Çiçəyin eyni vaxtda acı paxla və lobya bitkiləri də deməli öz-özünə tozlanmadır. İki evli bitkilərdə gedə bilər çarpaz tozlanmadır. Çovdar bitkisi çarpaz tozlanmadır. Saf xəttlərin alınmasında istifadə olunur. Saf xəttlər bu da təbii ki də öz-özünə tozlanmadır. 1-ə aiddir 1, 2, 5, 2-yə də aiddir 3, 4, C variantı. DNT molekulunu əmələ gətirən nukleotidin rəqəmlə göstərilmiş, yəni saf xətlər belə deyim ki, saf xətlər yəni necə deyim, burada hər hansı bir başqa bir şey olmasın da, ancaq özünə oxşar, ancaq öz-özünə tozlanan olsun ki, saf xətlər də alınsın. DNT molekulunu əmələ gətirən nukleotidin rəqəmlə göstərilmiş hissələri üçün doğru ifadələri müəyyən edin. Baxın, burada 2 dənə görürsünüz də, elə deyil. 2 dənə bax, 2 cür var azot əsasları. Pirimidin azot əsasları, bir də purin azot əsasları var. Pirimidin
Bir də purin azot əsasları var. Purin azot əsaslarına adenin və guanin aiddir. Pirimidin isə sitozindir, bəli, sonra timindir, bir də urasildir. Bunlar aiddir. Burada 2 dənə varsa, deməli ölçüsü böyükdür. Purin ölçüsü böyük olanlardır. Deməli söhbət nədən gedir? Adenindən gedir. Bir də ki adenin və yaxud da ki guanindən gedir. İndi biz bura baxaq görək, bizə nə deyir? Deyir ki, bir də ölçüsü timin azot əsasının ölçüsünə bərabərdir. Xeyr, səhvdir. Əgər ki bu adenindirsə, adenində bu adenindir. Yəni söhbət adenindən gedir. Bu adenindir. Deyir ki, ölçüsü timin azot əsasının ölçüsünə bərabərdir. Xeyr, adeninin ölçüsü yox, sayı timin azot əsasının sayına bərabərdir. Ölçüsü adenin bərabərdir guaninə. Çünki bunlar ikisi də purindir. Ona görə birincisi səhv olacaq. 2 deyir ki, disaxaridlərə aiddir. 2 nədir? 2 karbohidratdır. Yəni ki, dezoksiribozadır. Dezoksiriboza disaxarid deyildir, monosaxariddir. Ona görə bu ikinci də yanlışdır bizdə. Üçüncüdə deyilir ki, 2-nin tərkibinə azot elementi daxildir. 2 dezoksiriboza'dır. Dezoksiriboza'nın formulu C5H10O4'dür. Burada azot yoxdur. Təkcə karbon, hidrogen və oksigenden ibarətdir. Ona görə üçüncü də səhvdir. Deyir ki, bir ölçüsü guanin azot əsasını bəli, biz dedik ki, adenindir birincisi. O da nəyə bərabərdir? Guaninə bərabər olacaqdır ölçüsü 400'dür. 3 deyir ki, tərkibinə görə nukleotidlərin müxtəlif növlərində fərqlənir. Bəli, ortofosfat turşu qalığı bütün nukleotidlərdə eynidir. Yəni ortofosfat turşu qalığıdır. Ona görə də D variantı olacaq doğru cavab. Davam edək. 16-cı sualda deyilir ki, Georgin soğangülü bitkisi qısa günlüdür meyvəsi. Bəli, Georgin birincisi mürəkkəb çiçəklər fəsləsinə aiddir. Mürəkkəb çiçəklərin meyvəsi nədir? Toxumça meyvədir, elə deyil. Və Georgin 10-cu sinifdə var uzun günlü bitkilər, qısa günlü bitkilər. Həmin yeri əgər yadınızdan çıxıbsa, qısa günlü və ya uzun günlü olduğunu, həmin mövzunu açırsınız, qəşəng-qəşəng oxuyursunuz oranı. Deməli, Georgin necədir? Qısa günlüdür, meyvəsi toxumça meyvədir. Doğru cavab olacaqdır A variantı. 17-ci sual. Yaşıl quş mamrının yetkin fərdində nəsil növbələşməsi baş vermirsə, baxın, yetkin fərdində nəsil növbələşməsi baş vermirsə, bu o deməkdir ki, burada özü yaşıl quş mamrının özü cinsi nəsildir. Qeyri-cinsi nəsil olmursa, yəni ki, ayaqcıq üzərində qutucuq əmələ gəlmirsə, deməli bu erkək bitkidir. Söhbət erkək bitkidən əmələ gedir. Deməli, erkək bitkidirsə, baxaq indi nə deyir? Cinsiyyət hüceyrələri qamçılıdır. Bəli, erkək bitkidə cinsiyyət hüceyrələri spermatozoidlərdir və qamçılıdır. Bu doğrudur. Alel genlər cütünə rast gəlinir. Xeyr, səhvdir. Niyə səhvdir? Çünki yaşıl quş mamrının yetkin fərdi haploid olduğuna görə alel gen cütlərindən yalnız birinə rast gəlinəcək. Yəni çünki haploiddir. İkisi də bir arada ola bilməz. Alel gen cütündən də cütü də haploid olmalıdır. Ona görə bu səhvdir. Hüceyrələrində meyoz bölünmə, deməli, hüceyrələrində meyoz bölünmə getmir. Bəli, doğrunu soruşur da bizdən. Bəli, bu düzdür. Hüceyrələrində meyoz bölünmə getmir. Niyə getmir? Bunu sizə izah edeyim. Əgər bu erkəkdirsə, bunlarda meyoz bölünmə qutucuğun içərisində, əgər bunda qutucuq əmələ gəlsəydi, qutucuğun içərisində sporlar əmələ gəlməsi üçün meyoz bölünmə getməli idi. Çünki bunlarda fərqli idi. Bunların sporları meyoz bölünmə ilə gedirdi. Cinsiyyət hüceyrələri isə mitoz bölünmə yolu ilə yaranır. Bu erkək olduğuna görə və erkəklərin də ayaqcıq üzərində qutucuq əmələ gəlmədiyinə görə, qutucuq olmadığına görə, onun da içərisində spor əmələ gəlmədiyinə görə meyoz bölünmə də getməyəcəkdir. Çünki spor yoxdur. Yəni daha doğrusu meyoz bölünmə getmədiyinə görə spor yoxdur. Bilavasitə protaldan inkişaf edir. Bu səhvdir. Çünki protal ümumiyyətcə mamıra aid olan bir şey deyil, qıjıya aiddir. Ona görə də 1 ilə 3 doğru cavabımız olacaqdır. Y variantı. Davam edək. Şirin su hidrasının şəkildə rəqəmlərlə göstərilmiş hansı hüceyrələri cinsi hüceyrələr əmələ gətirə bilər? Deməli, ümumiyyətcə hidranın bədəni 2 qatdan ibarətdir. Ektoderma qatından, bir də endoderma qatından ibarətdir. Ümumiyyətcə biz burada endoderma qatına baxmırıq. Çünki qamçılı həzm və vəzli hüceyrələrdən ibarətdir. Qamçılı həzm, yəni bu tərəfə ümumiyyətcə baxmayacaqsın. Çünki nə qamçılı həzm, nə də vəzli hüceyrələrin heç biri cinsi hüceyrələr əmələ gətirə bilməz. Bizim nəzərimiz ancaq və ancaq ektodermada olmalıdır. Bax, burada ektodermada bir ilə göstərilən hüceyrələr epitel, yəni dərəzələ hüceyrəsidir. 2 dalayıcı hüceyrələrdir. 3 aralıq hüceyrələr göstərilib bizə burada. 4-cü ilə göstərilənlər də deməli
sinir hüceyrələridir. Deməli biz dedik ki, digər bütün hüceyrələr ektoderma qatında olan aralıq hüceyrələrindən başlanğıc götürür. Digər bütün hüceyrələr, burada da aralıq hüceyrələri hansı olacaq bizdə? Yalnız 3 ilə göstərilən aralıq hüceyrələrdir. Bu da olacaq D variantı. Əgər şəkil yadınızdan çıxıbsa, açırsınız bağırsaq boşluqlar tipini, orada hidranın bədəninə baxırsınız, oxlarla hansı aralıqda, hansı sinirdir, mütləq diqqətlə incələyin. Davam edək. 19. Deməli, deyir ki, diaqramda Karl Liney tərəfindən elmə daxil edilən sistematik kateqoriyalar növ müxtəlifliyinə görə əks etdirilir. Bu diaqrama əsasən hansı ifadə doğrudur? Ümumiyyətcə, birinci bir yadımıza salaq görək. Karl Liney hansı sistematik kateqoriyaları gətirmişdi? Növ, cins, dəstə və sinif. Bunları yadınıza saxlayın. Karl Liney bu 4 dənə sistematik kateqoriyanı elmə gətirmişdi. Ondan sonra gələnlər isə artıq Karl Lineydən sonra gələn kateqoriyalardır. Bu 4 dənəsi yadımıza saxlayın. Ən böyük olanı sinifdir, elə deyil. Yəni növ müxtəlifliyinə görə sinif daha çoxdur da, növ ən kiçikdir, elə deyil. Deməli ən çox olan sinif olacaq. Burada dördüncüsü sinifdir. Çünki sinif daha böyükdür. Sonra üçüncüsü dəstədir. İkincisi cinsdir, birincisi də növdür. Növ axı 1 növ, 2 növ, yəni bir dənə olur da daha az olur. Növ müxtəlifi daha az olur. İndi bax, deyir ki, 3 xordallar ola bilər. 3 nə idi? Dəstədir. Birincisi xordallar tipdir. Dəstə deyil. İkincisi də lap tip olsa belə, yəni tip xordallar tip adlı bir kateqoriyanı Karl Liney gətirməyib. Ona görə bu səhvdir. Dəqiqə. 4 deyir ki, örtülü toxumlar ola bilər. 4 nə idi? Bax, 4 sinifdir. Örtülü toxumlar nədir? Şöbədir. Heç Karl Liney şöbə adlı bir kateqoriya gətirməyibdir. Plusdakı 4 sinifdir. Ona görə bu da səhvdir. Sonra C-də deyir ki, birincisi Canis familiaris ola bilər. Birinci nədir? Canis familiaris. Canis familiaris özü bir yerdə növdür. Birincisi də növ olduğuna görə, bəli, doğru cavabımız olacaq C variantı. Çünki bir növdür. Canis familiaris özü də növdür. Ona görə buna uyğun gəlir. 2 Homo sapiens ola bilər. 2 deyir ki, burada 2 nə idi? Homo sapiens. Homo sapiens insan növə aid. Yəni Homo sapiens özü də növdür. Amma 2 nədir? 2 ilə cinsdir. Xeyr, Homo sapiens ola bilər, bu səhvdir. Çünki növdür o. 2 hominlər. Hominlər fəsilədir. 2 də cinsdir. Heç fəsilə ümumiyyətcə Karl Liney gətirməyibdir. 2-yə də cins uyğundur. Homid cins deyil, fəsilədir. Ona görə səhvdir. Doğru cavab olacaq C variantı. Davam edək. 20-ci sual. İnsanda səs siqnallarının ötürülməsində iştirak etmir. Aha, burada duyğu orqanlarımızdan qulağı yadımıza salırıq. Qulaq sümükləri səsi ötürür. Xarici qulaq keçəcəyi səsi ötürür. Oval pəncərədə, təbil pərdəsi ötürür. Amma eşitmə borusu Yevstah borusudur ki, burun boşluğu ilə udlağı əlaqələndirir. Təbil pərdəsi, bunun vəzifəsi nədir? Əgər səs siqnallarını ötürmürsə, vəzifəsi nədən ibarətdir? Ondan ibarətdir ki, təbil pərdəsini hər iki tərəfdən, belə deyək də, hər iki tərəfdən hava təzyiqinin, tarazlığın saxlanılmasına, yəni təbil pərdəsinin cırılmasının qarşısını alır. Həm udaqdan, həm də burun boşluğundan gələn hava, daha doğrusu üzr istəyirəm, qulaqdan gələn hava onu tarazlaşdırır. Ona görə də təbil pərdəsi cırılmır. Deməli, burada olacaq eşitmə borusu. Orqanlara aid hansı ifadələr doğrudur? Deməli, K ilə göstərilən qaraciyərdir, M ilə göstərilən mədədir, səhv eləmirəmsə, bəli, mədədir. Bu da qaraciyərdir. F ilə göstərilən də nazik bağırsaqdır. Tamam. İndi bax, gəlin oxuyaq. Deyir ki, K deyir ki, qida maddələri ilə zəngin qan gəlir. K nə idi? Qaraciyər idi. Bəli, düzdür. K-ya qida maddələri ilə zəngin qan gəlir. Çünki həzm kanallarına, məsəl üçün, mədədir, bağırsaqdır. Orada olan qida maddələri hələ bədənə sovrulmazdan əvvəl qida maddələri təmizləmək üçün qapı venası ilə gedir qaraciyərə. K da qaraciyər olduğuna görə ora qida maddələri ilə zəngin qan gəlir ifadəsi doğrudur. Deməli, birincisi bizdə doğrudur. Sonra M sellyozanın parçalanması baş. M nədir? Mədədir. Ümumiyyətcə, insan orqanizmində sellyozanı parçalayan bir ferment yoxdur. Hələ ki, mədədə baş vermir. Sellyozanın parçalanması sadəcə olaraq bağırsaqlarda simbiotik bakteriyalar nəticəsində baş verə bilər. Ona görə 2 səhvdir. Səthinin sahəsi ən böyükdür. F nə idi? F nazik bağırsaqdır. Səthinin sahəsi düzdür. Çünki bağırsaqlar müxtəlif mikroxovlara, yəni xovlardan ibarət olduğuna görə çox yer tutur da. Səthinin sahəsi çoxdur. Səthin sahəsi özünün həcmi demir, səthinin sahəsi deyir. Ona görə də bu da doğrudur. M nə idi? M maddə. Deyir ki, maddələrin kimyəvi və mexaniki həzmi baş verir. Bəli, bu düzdür.
Deyə bilərsiniz ki, tamam, kimyəvini tutaq ki, başa düşdüm. Orada fermentlər ifraz olunur, zülallardır, yəni orada həzmə uğrayır mədə şirəsi təsir nəticəsində. Bəs yaxşı. Mexaniki həzm necə baş verir? Mədə divar əzələlərinin, yəni mədə divarındakı əzələlərin yığılması nəticəsində mexaniki həzmi baş verir. Bu da həm mədə divarının əzələləri yığılır, yəni onu mexaniki dərəcədə həzm edir. Belə yadınızda saxlayın, bu düzdür. F deyir ki, suyun alkoqolun sorulması baş verir. Xeyr, ümumiyyətcə suyun alkoqolun sorulması hələ bağırsaqları çatmamış, demək olar ki, mədədə yəni ki başlayır. Yağları parçalayan ferment hazırlayır K. K nədir? Qaraciyərdir. Xeyr. Qaraciyər yağları parçalayan ferment hazırlamır. Qaraciyər öd hazırlayır. Öd özü yağları parçalayır. Yəni öd də ferment deyil Pilus'dakı, bunu da deyim sizə. 1, 3, 4 Y variantı olacaq doğru cavab. 22-ci sual. Deməli, 22-ci sualda deyilir ki, X, Y və Z hüceyrə strukturları üçün hansı fikirlər doğrudur? Orqanoidlər verilib, hüceyrədə CO2-nin miqdarını artırır, oksigenin miqdarı artırır, bu yanlış. Aha, deməli, X elə bir orqanoiddir ki, hüceyrədə karbon qazının miqdarını artırır. Bu nə deməkdir? Deməli, X tənəffüs edən bir orqanoiddir. Tənəffüs edən orqanoidimiz nə idi? Hüceyrə tənəffüsündə iştirak edən orqanoidimiz mitoxondridir. Deməli, X-imiz mitoxondridir. Y hüceyrədə oksigenin miqdarını artırır. Bu o deməkdir ki, bu fotosintez edir. Fotosintez edən orqanoidimiz nədir? Xloroplastdır. Z isə hüceyrədə amin turşuların sayını azaldır. Bu nə deməkdir? Hüceyrədə amin turşularının sayının azalması o deməkdir ki, amin turşuları bir-biri ilə birləşir və zülal zənciri əmələ gətirirlər. Yəni, sərbəst amin turşularının miqdarı azaldır, çünki onlar zülal zəncirinin əmələ gəlməsində iştirak edir. Yəni, zülal sintezində iştirak edən orqanoidimiz hansıdır? Ribosomdur. Z də deməli ribosomdur. İndi gəlin bu ifadələrə baxaq. Aha, deyir ki, aerob tənəffüsü təmin edir Y. Y nə idi? Xloroplastdır. Xloroplast aerob tənəffüsü təmin etmir. Aerob oksigeni tənəffüsdür. Ümumiyyətcə, xloroplast tənəffüsü təmin etmir. Tənəffüsü təmin edən mitoxondridir. Bu yanlışdır. X deyir ki, membranı 2 lipid cərgəsindən təşkil olunmuşdur. X nədir? Mitoxondridir. Mitoxondri 2 membranlı orqanoiddir. 2 membranlı orqanoidlər 4 lipid cərgəsindən ibarətdir. 1 membranlı orqanoidlər 2 lipid cərgəsindən ibarətdir. Təkrar edirəm. 1 membranlı orqanoidlər 2 lipid cərgəsindən ibarətdir. 2 membranlı orqanoidlər isə onlar özündən, yəni 2 dəfə çox 4 lipid cərgəsinə malikdir. X də mitoxondridir, 2 membranlıdır, ona görə yanlışdır. Deyir ki, Z hüceyrə membranı olmur. Z ribosomdur. Bəli, düzdür. Ribosom hüceyrə membranı, yəni ki, membransız orqanoiddir. Ona görə də doğru cavab C olacaq. Digərlərinə baxaq. Deyir ki, Y digər növlərində glikoza sintez olunur. Y xloroplastdır. Xloroplastın digər növləri xromoplastlarla leykoplastlardır. Xeyr, leykoplastlar ümumiyyətcə glikozanı nişastaya çevirib onu depolayır və nə xromoplast, nə də leykoplast glikoza sintez eləmir. Z prokaryotlarda rast gəlinmir. Z ribosomdur. Xeyr, ribosom bakteriyalarda da var. Yəni ona görə bu səhvdir. Doğru cavab C variantı. Davam edək. Çənəsiz onurğaların meydana çıxdığı dövrdə yaranan aramorfoza. Çənəsiz onurğalar deməli Paleozoy erasında Ordovik dövründə meydana çıxmışdı. Ordovik dövründə həmçinin sümük toxuması yaranmışdır. Sonra bitki toxuması yaranmışdır və borulu sümüklər köksü və gövdə yarpaq yaranmışdır. Bu da Ordovik dövrü. Əgər yadınızdan çıxıbsa, xronoloji cədvəli açırsınız, bir daha oxuyursunuz oranı. 24. Aha, deyir ki, sağlam insanın sakit halda baş verən tənəffüs hərəkətləri zamanı qanına keçən oksigen qazının və xarici buraxdığı karbon qazının həcmləri arasındakı fərq 560 cm3-dursa, tənəffüs hərəkətlərinin müddəti neçə dəqiqə çəkər? Aha, uşaqlar, baxın. İnsanın udduğu havada 500 kub santimetr hava udur. Bunun 21% oksigendir. 500-ün 21%-ni tapacaqsınız, eləyəcək 105. Əslində bu qısa konkret kitabda verilib. Sadəcə olaraq mən sizə alınma qaydasını deyirəm ki, yadınızdan çıxsa, yəni bu rəqəmlər necə tapasınız. Bir də ki, insanın xarici buraxdığı 500 cm kub havanın isə 16% oksigendir. Yəni bu səfər də 16%-ni tapacaqsınız, eləyəcək 80. Sonra 105-dən 80-i çıxacaq. Çünki bax, udduğu havada bu qədər oldu, buraxdığı havada bu qədər oldu. Bəs qana nə qədər keçdi? Ortada bir şey qaldı axı, yarısı da bir qədər hissəsi də qana keçdi. Ona görə qana keçəni tapmaq üçün 105-dən 80-i çıxırız, eləyir 25. Deməli ki, qana keçən oksigenin miqdarı nə qədər oldu? 25 oldu. Və xarici buraxdığı CO2 qazı. Elə eynən xarici buraxdığı CO2 qazının miqdarı da 20 cm kub olacaqdır. 25-dən 20-ni çıxacaqsınız, eləyəcək 5. Deməli, bir tənəffüs hərəkəti zamanı
25 çıxılsın 20, 5 kub santimetr oksigen qazı və xarici burax karbon qazı həcmləri arasındakı fərq 5 olur. 5 kub santimetr olur. İndi deyir ki, bəs yaxşı 560 olubsa əgər neçə tənəffüs hərəkəti edibdir? Biz onu tapmalıyıq. Deməli, x bərabərdir 112 tənəffüs hərəkəti edib. Bunu belə tapdıq. Sonra bir dəqiqə ərzində əgər 16 müddəti, yəni dəqiqəni tapmalıyıq. Bir dəqiqə ərzində 16 tənəffüs hərəkəti olunursa, o zaman 112 tənəffüs hərəkəti neçə dəqiqə olacaq? X də bərabərdir. Deməli, 7 dəqiqə. X də bərabərdir 7. Doğru cavab olacaqdır 7. Silək. Davam eləyək. 25-ci sual. Deyir ki, ağ çəngeninə görə heterozigot valideynlərin, bax, heterozigot, yəni böyük A və böyük A, yəni böyük A kiçik A, böyük A kiçik A. Valideynlərin nikahından valideynlərin genotipi ilə eyni doğulacaq oğlanların ehtimalı neçə faizdir? Bax, bunların çarpazlaşmasından alınır böyük A, böyük A, 2 dənə böyük A, kiçik A və kiçik A, kiçik A. Valideynlərin genotipi ilə eyni olan, bax, bu 2 dənə böyük A, kiçik A'dır. Çünki valideynlərdə də böyük A, kiçik A'dır, uşaqların özlərində də böyük A, kiçik A'dır. Yəni, 4 dənəsindən 2 dənəsi böyük A, kiçik A'dır. Yəni, bu da ixtisar aparanda 2-də 1 deməkdir, elə deyil. Burada oğlan da soruşduğuna görə, yəni cins verildiyinə görə, tezdən siz bunu 2-də 1-ə vurmağı unutmayın. Yəni ki, yenidən 4-də 1 olacaq. 4-də 1 də 25% deməkdir. Ona görə doğru cavab olacaqdır 25%. Davam eləyək. 26. Əzələ toxumasının 2 növünə rast gəlinir. Ürəkdə, bəli, ürəkdə həm saya əzələ vardır. Ürək ümumiyyətcə özü enozolaqlı ürək əzələsindən təşkil olunub. Həmçinin ürəyin, məsəl üçün, qapaqlarıdır, ürəyin başlanğıcında yerləşən damarlardır. Bunlarda da saya əzələ var. Yəni, həm enozolaqlı, həm də saya əzələ var. Böyük sarğı əzələsində. Burada çaşa bilərsiniz ki, böyük sarğı əzələsində niyə ancaq, məsələn, enozolaqlı əzələ olmasın? Çünki böyük sarğı əzələsində düzdür, həm enozolaqlı əzələ var, həm də axı böyük sarğı əzələsində qan damarları keçir. Yəni, hər yerimizdə damar var. Qan damarları keçir də, elə deyil. Ona görə də qan damarlarının da divarı saya əzələdən ibarət olduğuna görə biz burada böyük sarğı əzələni də götürəcəyik. Mədədə yalnız və yalnız saya əzələ. Çünki mədənin işi bizdən asılı deyil də, öz-özünə ancaq hərəkəti. Yəni, işi qeyri-iradidir. İki başlı əzələ. İki başlı əzələ də elə böyük sarğı əzələnin bir tayıdır ki, iki başlı əzələnin özü, belə deyim də, enozolaqlı əzələdən ibarətdir. Orada olan qan damarları isə saya əzələdən ibarətdir. Ona görə hər ikisi var. Acı bağırsaqda, ümumiyyətcə bağırsaqda da ancaq bağırsağın işi qeyri-iradi olduğuna görə ancaq saya əzələdir. Doğru cavab 1, 2, 4. 27. Uyğunluğu müəyyən edin. Canlı orqanizmlər. Birinci canlı orqanizm elə bir orqanizmdir ki, həm meyoz bölünməsi var, həm hüceyrə divarı var, anizogamiya tipli qamet var və produsentdir. Ümumiyyətcə, anizogamiya tipli qametlər örtülü toxumlu və çılpaq toxumlar üçün xasdır. Burada biz adi şamı götürə bilərik. Çünki adi şam həm meyoz bölünmə aparır, həm hüceyrə bitki olduğuna görə hüceyrə divarı var, həm anizogamiya tipli qametləri var. Çünki biz dedik ki, çılpaq toxumlarda və örtülü toxumlarda anizogamiyadır və pilusdakı produsentdir. Yəni, bitkilər zaten produsentdir. Qızıl sarmaşığı yaza bilməzsən, çünki qızıl sarmaşıq produsent deyildir, bu parazitdir. Ona görə də D-ni buradan çıxırsınız. İkinciyə baxaq. İkincidə, belə deyək, ikinci elə bir şeydir ki, nə meyoz bölünmə yoxdur, nə hüceyrə divarı yoxdur. Bu heyvanlardır. Əgər konkret hüceyrə divarı yoxdursa, bu heyvana aiddir. Heyvan da burada nədir? Adi amöbdir. 2-yə də aid olacaqdır C. 3-də isə yalnız hüceyrə divarı var. Pilusdakı produsentdir. Deməli, göy yaşıl yosunları, bir də yaşıl bakteriyaları biz bura aid edə bilərik. Həm B-ni, həm də Y-ni aid edə bilərik. D isə heç birinə aid olmayacaq. Sonra gəldik situasiya tapşırığına. Deməli, A vitamini çatışmamazlığı ilə bağlı uşaqlarda ölüm riskini azaltmaq üçün ilk dəfə 1991 Inga Patrikus və əməkdaşları beta-karotin maddəsi ilə zəngin qızıl düyü, bəli, Celtic sortunu yetişdirmək üçün nərgiz və xromosom sayı 20-yə 2n bərabərdir 20 olan qarğıdalı bitkisinin genlərindən istifadə etdilər. Beta-karotin maddəsinin A vitamininə çevrilməsi nəticəsində əmələ gələn qızıl düyü sortunda A vitaminin miqdarı qarğıdalı bitkisindən 2 dəfə çox olmuşdur. Deməli, həmin qızıl düyüdə A vitamini qarğıdaldan 2 dəfə çox olub. İndi gəlin 28-ci suala baxaq görək nə deyir.
Deyir ki, 100 qram qarğıdalı bitkisində A vitaminin miqdarı 20 milliqramdır. Həmin miqdarda qızıl düyü sortunda bu vitamin nə qədər? Bax, burada özü deyir ki, bax, bura fikir verin. Beta-karotin maddəsinə A vitamini çevrilməsi nəticəsində əmələ gələn qızıl düyü sortunda A vitamini miqdarı qarğıdaldan çoxdur. Əgər A vitamini qarğıdalda 20-dirsə, onda deməli, qızıl düyüdə də 40 olacaq. Çünki 2 dəfə çoxdur deyir. Burada özü deyir ki, 2 dəfə çoxdur. Bu belə. İkinciyə baxaq. Düyünü bişirdikdən sonra onun tərkibində qalan A vitamini, bax, düyünün tərkibində 40 idi. Düyü bişiriləndə, ümumiyyətcə bitkilərdə bişirdikdən sonra 50% azalır. Yəni ki, düşəcəkdir 20-yə. A vitamini insanın minimum neçə günlük normasını təşkil edir? Yəni ki, 20 milliqrama düşəcəkdir və bir gün ərzində, əgər ki, bizə 1 milliqram lazımdırsa, 20 milliqram da 20 günə lazım olacaqdır. Minimum neçə gün? Minimum 20 günlük. Yəni 20 gün yazacaqsınız. Çünki bir günə bizə 1 milliqram lazımdırsa, bişirdikdən sonra əgər 40-dan 20-yə düşdüsə, yəni 20 milliqrama düşdüsə, 20 milliqram da 20 günə lazım olacaq. 29-cu sual. Bu prosesdə biotexnologiyanın hansı üsulundan istifadə olunub? Burada genlərdən istifadə olunub. Onların geni üzərində proseslər baş verdiyinə görə gen mühəndisliyindən istifadə olunubdur. Gen mühəndisliyi. 30-cu sual. Cədvəli tamamlayın. Beta-karotin istehsal edən genin alındığı dənli bitki. Genin alındığı dənli bitki qarğıdalı bitkidir. Qarğıdalının tozlanma forması küləklə tozlanır. Küləklə çarpaz tozlanır. Küləklə çarpaz. Çiçək düsturu. Qarğıdalının çiçək düsturu taxıllar fəsləsinə aid olduğuna görə C2 üstə gəlsin 2, Y3, D0 ola bilər. Yəni, hansı çiçək qrupuna aid olmasından asılıdır. Və ya C2 üstə gəlsin 2, hər ikisini yazmalısınız. Y0, D1 ola bilər. Bunların hər ikisi də ola bilər. Endosperm hüceyrəsinin nüvəsində xromosom sayı. Yuxarıda özü deyib ki, qarğıdalı 2n bərabərdir, 20-yə bərabərdir. Bunun endospermi də 3n-də bərabər olacaqdır 30-a. Vavilova görə mənşə mərkəzi də seleksiyanı açıb baxırsınız, orada mərkəzi Amerika olacaqdır. Belə uşaqlar, əgər ki, hər hansı bir başa düşmədiyiniz bir sual oldusa və ya tərəddüd edəcəyiniz bir yer oldusa, mütləq onu şərhlərdə bildirin. Sağ olun.